Yaxşı, əlini salarsan paraşoklu suyun içərisinə. Yaxşı mı? Bir dənə ruçka gəlin, bir dənə tez qız gətir, tez elə bir ruçka ilə bir kağız gətir. Aha. Sözlər deyim, onları da yaz Günan. Sən onu apar qoy Günan kravatın altına, başın tərəfə. Yaz. Hə. Shankara Ramanutka, Shankara Raman. Madafaka. Shankara ne? Shankara Ramanutka, Madafaka. Moda. Nasıl kaydediyorum? Yazdın mı? Axırıncı söz. Axırıncı ne? Madafaka. Madafaka'da 2 dənə A var. Diqqətli olun. Madafaka. Sonda kutuma kutu, bir də öz adı denən. Öz adı da yaz. Kutuma. Kutu. Hə. Hafize. Oxu bir dənə aşkım mənim, böcəyim mənim. Haydi oxu görüm düzmü yazdın? Shankara. Shankara. Patonu. Ramanutka, Ramanutka. Madafofa. Madafofa yox, Madafofa yox. Madafaka. Madafaka. Ha. Aysa. Madafaka. Hə. İndi qulaq. Tumaka. Aha. Maktu, hafize. Tumaktu. Hafize. Hafizə. Bu sözləri axşam yeməkdən sonra eləyirsən, yaxşı mı? Yeməkdən sonra ücə yatana yaxın. Yenə bax bu sözləri oxuyursan o paraşoklu suyun içərisinə, bax üstünə, meyvələrinə, başa düşdün belə, bax belə sıçradırsan. Ha. 2 gün ərzində bu əməl, həmin bu qanculya cadusu səndən artıq təmizlənəcəkdir, özündə bir huzur, bir rahatlıq da hiss edəcəksən.